Hamınıza salam. Bugün sizlərlə birgə nisbət tənasüb faiz başlığının sadəcə qayda izahına baxacağıq. Elə isə gəlin davam edək. Birinci baxacağımız hissə nisbətdir. Əvvəlcə bilməliyik ki, nisbət nədir? Nisbət bir ədədin digərinə bölünməsindən alınan qismətə nisbət deyilir. Məsələn, dedik ki, bir ədədin digərinə bölünməsindən. Dediklərimi sadəcə yazıram. A bölünsün B. Əgər bizim bu həmin yazılışda müəyyən bir ifadə verilib, həmin yazılışda bir ədəd verilibsə, digər ikinci ədəd verilibsə və bölmə işarəsi verilibsə, deməli bu ifadəm ümumilikdə mənə verir nisbəti. Oldu bu nisbət. Nisbəti sadəcə bu şəkildə yazırlarmı? Xeyr, sadəcə o şəkildə yazmırlar. Məsəl üçün nümunə göstərsək, biz adi və onluq kəsirlərdə demişdik ki, məsələn A bölünsün B. Yenə eyni şeydir. İndi birazdan müqayisə edəcəyik. Sadəcə baxaq bura. Bura baxdıqda nə görürük? Bu görürük ki, bölünən burada isə bölən. Həmən bu xətt isə, burada verilən xətt isə bölmə əməlidir. Bu oldu bölmə əməli. İndi bu hissədə baxsaq, bunun digər başqa adı sarı rənglə yazaq misal üçün. Surət. Bura məxrəc. Bu isə kəsir xətti. Bu formadaydı da. İndi biz bunların ikisindən gəlin müqayisə aparaq. Görək ki, aradakı fərqi görək. Burada da bu bölünəndir. Burada da bu böləndir. Həmin bu iki, yəni qoşan nöqtə isə bölmə əməlidir. Yenə gördük ki, burada olanlar eyni ilə burada da var. Deməli, mən nisbətimi bu formada da yaza bilərəm. Sonra nisbət haqqında digər deyəcəyimiz məqam odur ki, vahidlərlə bağlıdır. Necə vahidlərlə bağlıdır? Məsələn, tutaq ki, mənə bir dənə nisbət verilib. Həmən nisbətdə deyir ki, 500 qram bölünsün 1 kiloqram. Belə bir şey verib. Həmən bu verilən nisbət tamamilə yanlışdır. Nəyə görə? Çünki birində qram verib, birində isə kiloqram verib. Biz normalda fizikada da vahidləri keçdikdə əsas vahidlərə çevirmək lazımdır, vahidləri eyniləşdirmək lazım idi. Yəni burada da ona fikir vermək lazımdır ki, nisbət veriləndə də həmişə vahidləri bir-birinə bərabərləşdirmək lazımdır. Məsələn, burada bunların hər ikisini də yaza bilərəm ki, bu 500 qram olduğu kimi saxlayıram. 1 kiloqramım da 1000 qram elədiyinə görə bunu da yazıram 1000 qram. Nisbət haqqında danışacağımız şeylər bu qədərdir. Bu nisbət haqqındaydı. Deməli, ikinci danışacağımız hissə isə tənasübdür. Bayaq biz dedik ki, bir ədədin digərinə bölünməsindən alınan qismətə nisbət deyilir. Tənasübün tərifi isə elədir ki, iki nisbətin bərabərliyinə tənasüb deyilir. Məsələn, mən bayaqları nümunə göstərdim ki, nisbətdə nümunə göstərdim ki, A bölünsün B. Bunu nümunə göstərdim. Burada isə deyir ki, iki nisbətin bərabərliyinə, məsələn, C bölünsün D. Bu formada bir dənə nümunə göstərirəm. Rəngimizi dəyişək. Deməli, A bölünsün B bərabərdir C bölünsün D. Baxın, bu ümumilikdə tənasüb adlanır. Aiddir tənasübə. Deməli, indi bu ümumilikdə tənasübə aid elədik bunu. Sonra tənasüb haqqında, məsələn, tənasübün doğruluğunu yoxlamaq üçünsə nə etməliyik? Əgər bir-birinə bölünən ədədlərdirsə, məsələn, tutaq ki, veriblər ki, nə versinlər? 12 bölünsün 6. Məsəl üçün də. Bir də versin ki, 48 bölünsün 24. 12-ni 6-ya böləndə cavabım eləyir 2. Bərabər işarəsini cavab ilə də qoyuram. 48-i 24-ə böləndə də eləyir 2. Deməli, bunlar həqiqətən də bir-birinə bərabər olduğuna görə bu tənasübüm doğru tənasübdür. Məsələn, indi başqa bir şey verə bilər. Məsələn, tutaq ki, yazsın ki, 18 bölünsün 6 bərabərdir. Məsəl üçün, 24 bölünsün 6-ya. Burada yazıram ki, 3 bərabərdir 4-ə.
Bu tənasübüm isə yanlış tənasübdür. Tənasübün yoxlamasını bu qayda ilə tapırıq. Yəni tənasübü bu qayda ilə həll edirik. Tənasübün təbii ki xassələri var. Tənasübün xassələri məsələn nə deyə bilərik? Hər hansı bir nümunə göstərək. Bayaq elə bu A böl B bərabərdir C böl D üzərində göstərək. Bunu yenidən yazaq. A bölünsün B bərabərdir C bölünsün D-yə. A böl B bərabərdir C böl D yazdıq. Burada tənasübün kənar hədləri və orta hədləri anlayışı var. Əvvəlcə biz bilməliyik ki, kənar hədlər hansılardır, orta hədlər hansılardır. Bu və bu. Həmən bu qıraqda qalan hissələr, gözün daha aydın göstərək. Qırmızı rənglə məsəl üçün. Bu və bu hissələr. Yəni A və D. Kənar hədlərdir. Həmən bu ortada qalan hissələr isə B və C isə orta hədlərdir. B və C isə orta hədlərdir. Tənasübün də belə bir xassəsi vardır ki, tənasübdə həmişə kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Yəni buradan belə bir anlayış çıxır ki, yazıram ki, kənar hədlərin hasili orta hədlərin. Axı mən kənar hədlər dedim ki, A ilə D-dir. Ona yazırıq ki, A vurulsun D bərabərdir B vurulsun C-yə. Məsələn, bir dənə nümunə göstərək. Məsəl üçün nə deyə bilərik? İstənilən bir nümunə. 6 bölünsün 2 bərabərdir 9 bölünsün 3. Belə bir tənasüb yazıram. Bu tənasübdə kənar hədd 6-dır, bir də 3-dür. 6 vurulsun 3 bərabərdir 2 vurulsun 9. Bunun da cavabı 18 eləyir. Bunun da cavabı 18 eləyir. Deməli, mənim dediyim xassəm doğrudur. İkinci xassəmiz isə oydu ki, deməli, bu birinci xassə idi ki, kənar hədlərin yerini dəyişdikdə kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. İkinci danışacağım xassə isə tənasübdə kənar hədlərin yerini dəyişdikdə cavabda yenə də tənasüb doğru alınır. Məsələn, kənar hədlərin yerini dəyişdik. Elə məsələn, bunun üzərində göstərək. Bu ikinci olsun. Bunun üzərində göstərək. 6 bölünsün 2 bərabərdir 9 bölünsün 3. Bu formada bir dənə tənasüb yazdım. Yaxşı. Burada yaza bilərəm ki, kənar hədlərin 6 ilə 3-ün yerini dəyişdirirəm. Yazıram ki, 3 bölünsün 2 bərabərdir 9 bölünsün 6. 3-ü 2-yə böləndə eləyir 1,5. 9-u da 6-ya böləndə həqiqətən də 1,5 eləyir. Deməli, mənim yazdığım bu ikinci xassə, dediyim ikinci xassə də doğrudur. Sonra belə bir üçüncü xassəmiz var. Tənasübün deməli 3 əsas xassəsi vardı. İndi sonuncu xassəsinə keçirik. Üçüncü xassə. Üçüncü xassəmizdə isə deyir ki, tənasübün orta hədlərinin yerini dəyişdikdə yenə də doğru tənasüb alınır. Məsələn, tutaq ki, yenə eyni tənasübü yazıram. 6 bölünsün 2. Fərqli ədədlər də ola bilər. Sadəcə, yəni daha rahat görə biləcək, daha rahat başa düşəcək bu iki dənəsini yazıram. Dedi ki, tənasübdə orta hədlərinin yerini dəyişdikdə yenə də doğru tənasüb alınır. 6 bölünsün 9 bərabərdir. 2 ilə dəyişdirdiyimdə 2 bölünsün 3. Burada baxıram, görürəm ki, 9-u sadə vurğularına ayırdıqda burada eləyir 3-ün kvadratı. Burada da yəni 6 bölünsün 3-ün kvadratı eləyir. Burada da 2 bölünsün 3 eləyir. Yəni sonsuz dövr alınır da. Amma yenə də bunlar bir-birinə bərabər olur. Deməli, mənim dediyim bu sonuncu xassə də doğru xassədir. Tənasüblə deyəcəklərimiz isə bu qədər idi. Deməli, tənasübdə bir şey demək unutduq ki, düz mütənasib cəmiyyətlər və tərs mütənasib cəmiyyətlər də var. İndi birinci düz mütənasib cəmiyyətlərdən danışaq. Misal üçün, birinci düz mütənasibdən danışırıq. Düz mütənasib cəmiyyətlərdən danışan zaman bir cəmiyyət nə qədər artırsa, digər cəmiyyət o qədər artırsa, bir cəmiyyət nə qədər azalırsa, digər cəmiyyət o qədər azalırsa, bu cür dəyişmə
düz mütənasib dəyişmə deyilir və normalda biz funksiyalarda da deyirik ki, düz mütənasib funksiya, tərs mütənasib funksiya. Bunlar tamamilə eynidir bir-biri ilə. Sadəcə biri funksiyadır, birisi isə kəmiyyətdir. Və düz mütənasib kəmiyyətlər isə y bərabərdir kx dusturu ilə tapılır. Sadəcə funksiyada biz buna deyirik ki, y bərabərdir kx funksiyası ilə tapılır. Biz bunu deyirik və burada bir şeyə də diqqət yetirməliyik ki, məsələn, yeni çıxan 2025 dilim test toplusunda məsələn, bunları bilməsək, birinci yerdə x yazılır, ikinci yerdə isə y yazılır koordinat şəklində verəndə. Tutaq ki, məsələn, burada 5 verib, burada da ki 6 verib də, misal üçün. Bu formada verib və yaxud da ki, belə və yaxud da bu formada verib. Birinci, yəni bizdə, məsələn, bunu görmürük. Tez o zaman ağlımıza gəlməlidir ki, bizim birinci yerdə x-dir, ikinci yerdə isə y-dir də. Tez o ağlımıza gəlməlidir. Ona görə x-i 5 götürürük, y-i isə 6 götürürük. Yəni, bu formada yazırıq orada. Sadəcə bunu dedik ki, qarışdırmayaq deyə dedik. İndi isə keçək əsas məqsədimizə düz mütənasib və tərs mütənasib funksiyanı izah eləməyə. Məsələn, ona hər hansı bir nümunə göstərək. 2025 dilim test toplusunda səhifə 21-də məsələn 34-cü sualdan danışaq. 34-cü sual. 34-cü sualdan danışsaq, orada deyir ki, inşa edilməsi nəzərdə tutulmuş iki çoxmərtəbəli binanın eyni miqyasda kisildilmiş maketi hazırlanmışdır. Deməli, burada bina və maketdən söhbət gedəcək. Ona görə bir hissədə yazıram bina, bir tərəfdə də yazıram ki, maketi. Və yaxud da ki, boş maket. Bina və maket yazıram. Bina və indi bu da deyir ki, maketlərin hündürlükləri 8 sm və 15 sm-dir. Birinin, daha doğrusu maketdə deyir, axı biz maketdə deyir. 8 sm və 15 sm-dir. Aha, bunu yazdıq. Deyir ki, 8 sm-dir. İnşa ediləcək böyük binanın hündürlüyü 210 metr olarsa. İndi baxın, məntiq buradadır. Mən dedim ki, düz mütənasib funksiyada biri nə qədər artırsa, digəri o qədər artmalıdır. Biri nə qədər azalırsa, digəri də o qədər azalmalıdır. Burada deyir ki, böyük binanın hündürlüyü 210 metr olacaqsa, 8 ilə 10-dan baxır, 8 ilə 15-dən baxıram hansı böyükdür? 15 böyükdür. Deməli, mən 210-u yazmalıyam 15-in qarşısında. Burada yazıram x. Və düz mütənasibliyi qurduq bunu və bu düz mütənasib kəmiyyəti olduğuna görə biz bunun tənasübünü necə həll eləməliyik? Biri var qarşı-qarşıya, biri də var ki, çarpaz formada. Biz bunu çarpaz formada vuracağıq. Yəni, buna qısaca x-vari formada deyə bilərik. Niyə x-vari formada vurur? Çünki biri nə qədər artırsa, digəri də o qədər artır da. 8-i vuracam 210-a, 15-i vuracam x-ə. 210, çox üzr istəyirəm bu cür səbəblərə görə. 210 vurulsun 8 bərabərdir x vurulsun 15. Mən 210-u yazıram ki, 3 vurulsun 70 şəklində. Burada da 2-ni yazır, 8-i yazıram ki, 8-i nə vur, nə kimi yaza bilərəm? Elə 8 kimi yazaq. X vurulsun 3 vur 5 şəklində yazıram. 3 ilə 3 getdi. Qalır ki, 70 vur 8, x vur 5. Deməli, 70-i nə vur, nə kimi yaza bilərəm? 70-i 14 vurulsun 5 kimi yaza bilərəm. 8-i də elə olduğu kimi saxlayaq. X vurulsun 5 qalıb burada. 5-lər getdi. 14-də 8-ə vuranda 112 eləməlidir. Həqiqətən də görürəm ki, 112 ilə 210-a baxanda 112 daha kiçikdir. Kiçik maketin qabağında da mən 112 aldım da. Deməli, mənim qurduğum tənasüb tamamilə doğru tənasübdür. Sonra deməli bu düz mütənasibliklə bağlı izah idi. Burada hətta qısaca da yazaq ki, x vari və vari və yaxud da ki, çarpaz vurma. Bu qədər sadə. Yəni bunun həll yolunu dedi. İndi keçək tərs mütənasib funksiyaya. Hətta belə bunun yanında keçək. Aha. Deməli, tərs mütənasib funksiyada isə yazaq tərs mütənasib funksiya.
Tərs mütənasib. Tərs mütənasib funksiya bayaqlar dedik ki, düz mütənasib biri nə qədər artırsa digəri o qədər artmalıdır, biri nə qədər azalırsa digəri o qədər azalmalıdır. Amma burada isə elə deyil. Niyə? Çünki burada biri nə qədər artırsa digəri o qədər artmır. Biri nə qədər artırsa digəri o qədər azalır. Biri nə qədər azalırsa digəri o qədər artır. Yəni bir-birinə əkslər, əks qüvvədirlər. Məsələn, xeyir şər kimidir. Biri məsələn xeyir verirsə, digəri belə deyək, neqativlik verməlidir. Biri pozitivlik verirsə, biri neqativlik verməlidir. Yəni ümidvaram ki, başa düşürsüz nə demək istədiyimi. İndi tərs mütənasib funksiyada, tərs mütənasiblikdə yenə də eyni qayda ilə tapırıq. Əvvəlcə onun düsturunu bilməliyik. Y bərabərdir k bölünsün x düsturu ilə tapılır. Y bərabərdir k bölünsün x düsturu ilə tapılır. Bu forma tapılır. Hə, bu arada belə bir şey var ki, burada da fərqindəsinizsə, burada da x var. Burada da x dirəmə k var. Burada da k var. Burada da k var. Həmən bu k mütənasiblik əmsaldır. Gəlin bunu qırmızı hərflərlə yazaq. K mütənasiblik əmsalı. Demək biz k-ya dedik ki, k mütənasiblik əmsalıdır. İndi gəlin izahımıza davam edək. Tərs mütənasibliklə bağlı. Tərs mütənasibliyin tərifini dediyi, biri nə qədər artırsa digəri o qədər azalmalıdır, biri nə qədər azalırsa digəri o qədər artmalıdır. Yəni bir-biri ilə tərs olmalıdır da. İndi belə bir şey deyək. Deməli, buna aid hər hansı bir nümunə göstərək. Məsələn, nasos məsələləri bir-biri ilə tərs mütənasibdir. Məsələn, deyir ki, 3 eyni nasos 4 saata 18 ton su vurarsa, 4 belə nasos 5 saata neçə ton su vurmalıdır. Məsələn, elə belə bir şey deyək. Gəlin bunun qabağı, Elə gəlin bunun qabağında yazaq. Deyir ki, 3 eyni nasos 4 saata doldursun. 4 dənə belə nasos 5 saata. Ay yox, elə orada da deyir. Məsələn, hər hansısa bir nümunə ağlıma gətirməyə çalışıram ki, nə nümunə deyim ki, şey olsun. Hə. Məsələn, deyir ki, gücü eyni olan 6 nasos səhifə 20-də, dim test opsiya səhifə 20-də, deməli, neçənci sualdır? 6-cı sual. Aha, deməli, orada deyir ki, gücü eyni olan 6 nasos hovuzu 8 saatı doldurur. Yenə eyni qaydada yazıram. Yazıram nasos. Bir də ki, saat. Saat. Nasos və saat yazdıq. Nasosun deyir ki, 6 dənə nasos hovuzu 8 saata doldurur. Hovuzu 8 saata doldurur. Bunu o deyir. Sonra deyir ki, həmin hovuzu 3 saata doldurmaq üçün bu nasoslardan neçəsi lazımdır? Bilmirəm. X yazıram. İndi gəlirəm bunun izahına. Necə həll tapmaq lazımdır. Düz mütənasibdə yazmışıq ki, x vari çarpaz vururuq. Amma burada isə elə vurmuruq. Necə vururuq? Baxın, 6 dənə nasosdur, 8 saata doldurur. 3 dənə nasosdur, amma daha çox doldurma. Ki, 100% eləmək üçün də 100-ə doldurmaq üçün, bunu 100-ə çatdırmaq üçün 6 dənə nasos 8 saat işlədir. Amma 3 dənə nasos 8 saatdan daha çox işləməlidir. Yəni, məntiq budur ki, nə qədər az şey götürsək, çox istifadə eləməliyik də elə bir ondan. Ona görə də biz bunu düz mütənasiblik qarşı-qarşıya vuracağıq. Yazarıq ki, 6 vurulsun 8 bərabərdir 3 vurulsun x. Sadəcə qarşı-qarşıya. Bunun buna, bunun da buna. 6 ilə 3 getdi. Burada qaldı ki, x bərabərdir 16. Həqiqətən də 8-dən çox nasos lazım oldu da mənə. Deməli, mənim tənasibim düzgün tənasibdir. Və tərs mütənasibliyi həll eləmək üçün demişdik ki, necə vururuq? Qarşı-qarşıya vurmaq lazımdır. Bunu da yazaq, lazım olar deyə. Всё. Bu formada vururuq. Və belə bir şey ola bilər ki, nə qədərlə bu düz mütənasib, tərs mütənasib cəmiyyətlərdən danışırıq. Bizə deyir ki, ədədi mütənasib hissələrə və yaxud da ki, düz mütənasib hissələrə bölüblər. İndi burada mən onu qısa-qısa yazmıram, məsələn yazıram ki, yəni biləsiz. Mütənasib və düz mütənasib hissələrə bölüblər. Düz, yəni bu mütənasib hissələrə bölüblər. Eyni şey yazacağam da, yəni bura. Uşaqlar, bunlar eyni şeylə həll olurlar. Necə? Məsələn, deyir ki, 360 ədədi 237 ədədlərlə düz mütənasib hissələrə bölünüb. Yəni, 2x üstə gəlinsin 3x üstə gəlinsin 7x bərabərdir 360. Yox, bitdi. Əsas məsələ budur. Sonra deyir ki, tərs mütənasib hissələrə bölünüb. Tərs mütənasib hissələrə bölünübsə, 2-nin tərsi 2-də 1x, 3-ün tərsi 3-də 1x, 7-nin tərsi 2-də 1x-dir.
istəyir ki, 360-dır. Vəsə, bitdi. Əsas məqsəd, yəni bunu dərk eləməkdir. Tərs mütənasib hissələrə bölmə nədir? Düz mütənasib hissələrə bölmə nədir? Yəni əsas məsələ onu başa düşməkdir. Yəni tərs mütənasib, düz mütənasibliklə bağlı deyəcəyim şeylər bu qədər idi. Bir də onların qrafikləri düzdür, faizdən danışmırıq, amma yenə də qrafiklərini yazsaq məncə daha yaxşı olar, çünki düşə bilər də. Yenə bir qrafik çəkirik. Bu düz mütənasibliğindir. Y-in bu Y-dir, bu da X-dir. Koordinat başlanğıcından keçən düz xəttdir. Y bərabərdir K vur X. Bu koordinat başlanğıcından keçən düz xəttdir. Keçək tərs mütənasibə. Tərs mütənasibini də yanında qeyd eləyək. Burada belə bir şey çəkək. Bu isə Y bərabərdir K böl X-dir. Bu yenə Y-dir, bu da X-dir. Bu isə adı hiperboladır. Yəni mənim deyə biləcəyim şeylər bu qədərdir. Yəni düz mütənasiblik və tərs mütənasibliklə bağlı. İndi isə keçirik faizin izahına. Deməli, indi isə baxırıq faiz deməyə. Deməli, faiz bilməliyik ki, nədir? Faiz 100-ün içindən götürmək deməkdir. Yəni, ümumi faiz, bu o deməkdir ki, ümumi faizimiz həmişə və həmişə 100% olmalıdır. Və yaxud da verilmiş ədədin %1 hissəsinə faiz deyilir. Əvvəlcə bilməliyik ki, faiz necə işarə olunur? Faiz, baxın, bu formada işarə olunur. Bir var faizin ədədə çevrilməsi, bir də ədədin faizin ədədə çevrilməsi, bir də var ki, ədədi faizə çevrilmək. Əvvəlcə gəlin baxaq faizin ədədə çevrilməsi. Faizin nasıl qalın oldu elə bircə dəqiqə. Aha, faizin ədədə çevrilməsi. Əvvəlcə baxırıq ki, faizin ədədə çevrilməsi. Mənə məsələn deyir ki, 51% çevir sən ədədə. 51% məsəl üçün faizi çevirmək üçün nə edirəm? Əvvəlcə baxaq. Dedi ki, faizi ədədə çevirmək üçün ədədi 100-ə bölmək lazımdır. 100%, yəni 100 dedikdə 100%-ə bölmək lazımdır. Axı mən bayaq tərifdə dedim ki, 100-ün içindən götürmək deməkdir. Verilmiş ədədin %1 hissəsinə faiz deyilir. Deməli, ümumi həmişə nə olur olsun, ümumi faizim həmişə 100 olacaq. Tam 100 olacaq. Yəni şablon olaraq 100 olacaq da həmişə. Ona görə, yəni 100% olacaq. Oydu. 100% olacaq. Ona görə indi yazıram ki, 51% bölünsün 100%. Həqiqətən də elədir. Faizlə faiz gedər. 51-i 100-ə böləndə 0-dan %51. Deməli, ədədimiz 0-dan %51 imiş. Sonra var ədədin faizə çevrilməsi. Bunu başqa rənglə yazaq. Ədədin faizə çevrilməsi. Üzrü sayın. Bəli. Ədədin faizə çevrilməsi isə misal üçün mənə deyir ki, hansı ədədi deyək məsələn? Tutaq ki, deyir ki, 1.5 ədədini faizə çevir. 1.5 ədədini faizə çevirməyim üçün 1.5-i vuraram. Axı, ümumi dedim ki, şablon olaraq 100%-dir. 100%-ə. O da eləyir 15. 150. 15 nə idi? Bu yazmada bircə dəqiqə. 150%. Budur. Sonra var ədədin faizinin tapılması, faizinə görə ədədin tapılması. Bunları bir-biri ilə əslində qarşıdırıcı mövzulardır. Yəni, biri var faizin ədədə çevrilməsi, bir də var ki, ədədin faizə çevrilməsi. Bu arada burada F olmalıdır. Misal üçün hər hansısa bir ədəd deyək. Ədəd deməyək, misal deyək. Ədədin faizinin tapılması. Birinci gəlin ondan danışaq.
ədədin tapılması. Ədədin faizinin tapılması deyirəm, ədədi faizə çevirmək yox. Ədədin faizini tapmaq üçün, ədədi faiz göstərən ədədə vurub 100-ə bölməliyik. Məsələn, tutaq ki, nə nümunə göstərək. Deyir ki, 70-in 20% olan ədəd neçədir? 70 vurulsun 20 bölünsün 100. Cavab edir 14. Bundan bu getdi, bundan bu getdi. 7 dəfə 2, 14. Sonra deməli, nə ola bilər? Bir də var ki, faizinə görə ədədin tapılması. Bəli, faizinə görə ədədin tapılması. Ədədin tapılması. Siz anladınız nə demək istədiyimi. Deməli, faizinə görə biz ədədi tapmaq üçün verilmiş ədədi 100-ə vurmalıyıq, faiz göstərənə bölməliyik. Məsələn, ki, 20%-i 70 olan ədədi tapın. Birinci faiz gəlib, sonra da ədəd gəlib də. Ona görə 70 vurulsun 100 bölünsün. Deyir ki, 20%-i 70 olan. Bundan bu getdi. Burada da qaldı 700 böl 2. O da elə 350. Bu qədər. Yəni, əsas faizlə bağlı olanlar bunlardır. Sonra, məsələn, nə ola bilər? Deyir ki, A ədədi B ədədinin hansı faiz nisbətinin olduğunu tapmaq üçün. Bu da ola bilər. Deyir ki, A ədədi B ədədinin hansı faiz nisbətinin olduğunu tapmaq üçün A B-nin hansı hissəsinin olduğunu istəyir də A bölünsün B vurulsun 100%. Bu qaydəni tapırıq. Sonra deyir ki, ədədi B faiz artırıb, sonra isə B faiz azaldılar. Eyni qədər deyirsə, birinci deyir ki, B faiz artırdılar, sonra dedilər ki, B faiz azaltdılar. Yəni, əgər eyni şeydən söhbət gedirsə, o zaman düstur B kvadratı bölünsün 100-dür. Düstur odur. Yəni, əsas faizlə bağlı olan məsələlər bunlardır. Yəni, bunlar da əsas faizlə bağlı olan məsələlər. Digərində isə məhlulla bağlı olan şeylərdir. Onları da izah edərik inşallah. İndi isə məhluldan danışacağıq. Əvvəlcə bilməliyik ki, məhlul nədir? Məhlul maddə ilə suyun qarışığıdır. Yazırıq ki, maddə plus su. Bu ümumilikdə bizə verir məhlulu. Məsələn, indi bu məhlulun da müəyyən qanun uyğunluqları var. Məsələn, maddəyə biz deyə bilərik ki, duz. Su elə olduğu kimi qaldı. Duz, su birlikdə məhlulu yaratdı. Şəkər tozu məsələn, plus su. Bu ümumilikdə yenə məhlulu yaratdı. Deməli, deyir ki, məhlula maddə əlavə olunduqda, hər hansısa bir məhluldur, maddə əlavə olunur. Maddə biz burada da göründüyü kimi suyun üzərinə gələndə məhlul alınır da. Onda biz bu zaman düsturumuz beləncə olacaq ki, maddənin miqdarını bölməliyik məhlulun miqdarına. Vurmalıyıq 100-ə və bərabər eləməliyik faizlik dərəcəsinə. Üzrü sayın. Dərəcəsi, faizlik dərəcəsinə. Deməli, indi deyir ki, məhlula maddə əlavə olunduqda, yəni bunun üzərinə də maddə gəlməliyəm, bunun da üzərinə maddə gəlməliyəm. Yəni, bunun üstünə də maddə gəlməliyəm, Biraz səliqəli yazaq, daha anlaşılıq olsun. Bunun da üstünə maddə gəlməliyik.
Səliqəsiz oldu. Aha, maddə gəlməliyik. Sonra ikincidə isə bizə deyir ki, su əlavə olundu. Su əlavə olunduqda, yəni bu su sadəcə özü də, yəni bir məhluldur da, əslində belə baxsaq, mayedir, məhluldur. O zaman belə olacaq ki, maddənin miqdarı, yəni boş maddə yazıram. Bölünsün məhlul. Axı maddə miqdarı bölünsün məhlul olsun 100 idi. Normal qaydamız oydu da, normal düsturumuz oydu. Gözün o düsturu bir dəfə burada ayrıcılıqda qeyd edeyim. Biraz sərgəli yazaq. Məhlul faizli dərəcəsi. Üzrü sayın yenidən. Şu. Maddə böl məhlul vur 100% bərabərdir faizlik dərəcəsinə. Normal, yəni əsas düsturumuz buydu. İndi bundan irəli gəlir hər şey. Deyir ki, sadəcə məhlulun üzərinə su əlavə olunub. Sadəcə su əlavə olunanda məhlul üzərinə gəlsin su. Sadəcə suyun üzərinə gəlir. Yəni maddə ilə qarışmır o zaman. Vurulsun 100, qalan hər şey tamamilə eynidir. Faizlik dərəcəsi. Yəni məhlulla bağlı olan şeylərdə, əsas şeylərdə bundan ibarət idi.